Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim bir çox abunəçim yazır ki, toyuqlarımızda xəstəlik düşübdür, nə edək? Nəcləri yaşıl, ağ gedir, ondan sonra qıxıltı var, xırıltı var, pipikləri qaralır. Bu haqda danışıb məlumat vermək istərdim. Əziz izləyicilər, xəstəlik həqiqətən yaman çox gəzir. Yəni kimi dindirirsən deyir ki, toyuqlarımız qırılır kütləvi şəkildə. Əziz izləyicilər, bu cuma da ola bilər, cumanın bir növüdür. Yəni necə? Deməli, əziz izləyicilər, cuma olanda, yəni cuma xəstəliyi, bu bütün toyuğun kökünü kəsir. Ona yəni nə qədər dərman, zat versəz, onun xeyri yoxdur. Yəni müalicəsi elə yoxdur cumanın. O düşdüsə bütün toyuğu kökünü kəsəcəkdir. Ona görə gedib siz baytardan pulunuzu xərcləyib, yəni digər dərmanlar zat almayın da ki, ay sağalacaq. Ona ümid yoxdur. Əgər elə oldusa tez onları kəsin. Yəni onun elə belə deyək, ziyanı yoxdur, yəni insan üçün ətinin. Kəsin, xaladniklərə yığın, yavaş-yavaş da yiyin. Ancaq əziz izləyicilər, cumanın bir növü də var, o da ona bənzəyir. Yəni cumada necə olur, onu deyim. Deməli, cuma xəstəliyində toyuqların başı şişir. Burnundan belə hətta qan da gələ bilər. Baş şişir, istiliyi olur, nəczi yaşıl olur, ondan sonra qıqqıltı olur, xırıltı olur. Yəni bu cumadır. Bunun müalicəsi yoxdur. Ancaq böyük digər o cumanın bir növü də olur, yəni ona bənzəyir. Düzdür, xəstəliklər müxtəlifdir. Nəticə onun da yaşıl olur, bəzilərində belə deyək, ağ, sarı gedir, sulu gedir. Bəzilərində misal üçün pipik qaralma olur, istilik olur, nə bilim, digər qıqqıltı, xırıltı olur. Bu düzdür. Bu da çox toyuğu qırır. Ancaq məsəl üçün 100 dənə toyuğunuz var, ondan bir 30-unu, 40-ını, 50-sini saxlamaq olar. Yəni necə? Tez üstünə düşsəz, müəyyən dərmanları versəz, yəni ultraseptol dərmanı satırlar tabletkası, 3 gün onu və bir də trimirazinlə belə deyək, oksitetraskilinin tabletkası olur. Deməli, necə verirsiniz? Misal üçün, əgər toyuqlara düşdü, düzdür, biraz çox gedəcəkdir pul. O oksitetraskilinin belə deyərdim, daha doğrusu pravaseptolun, ondan sonra oksitetraskilinin belə tabletkası, yəni tabletka deyəndə, yəni bir paşkası belə 10 dənə olur da, o 1 manatdır. Ondan hansız toyuğun sayına baxır. Ondan, misal üçün, o pravaseptoldan 3 dənə 3 gün verirsiniz, oksitetraskilindən 3 dənə, yəni gündə yox da, belə deyim də, gündə bir dənə oksitetraskilin, bir dənə pravaseptol, əsas pravaseptoldur. Ultraseptol da deyirlər ona, yəni çox vaxt ultraseptol yazılır üstündə. Həmən əvəzedici dərmandır. Ultraseptol çox yaxşı qıxını, xırıltısını, immunitetini artırır. Ultraseptol elə oksitetraskilin dərmanına oxşuyur, yəni belə sarı, yaşıla çalan bir dərmandır. Ultraseptol, oksitetraskilin və trimirazin bu 3 dərmanı alırsınız və 3 gün gündə bir dəfə onlara uduzdurursunuz. Üçünü də bir dəfəlik, yəni oksitetraskilini uduzdurursunuz, daha ancaq ultraseptolu, ondan sonra trimirazini uduzdurursunuz, 3 gün verməlisiniz. 3 gündən sonra özünüz görəcəksiniz ki, toyuqlarda immunitet qalxıb, yaxşı yeyirlər, özlərinə gəlirlər, qıqqıltı, xırıltı kəsibdir. Yəni, bununla müalicə eləmək olar. Yəni, bu cumanın belə deyərdim, bir növüdür. Ondan müalicə eləmək olur. Yəni, o nəczi yaşıl gedirsə, pipiyi qaralıbsa, nə bilim, xırıldıq varsa, düzdür, o pis daha da çox canına keçmişləri eləmək olmayacaqdır. Ancaq bu bisiləri, belə deyək, yəni yekə toyuqları elə müalicə eləmək olar da, yəni o sağlam qaçan cıvraq toyuqları bu dərmanlarla oksitetraskilin, ultraseptol və trimirazin bu 3 tabletkanı 3 gün verirsiniz.
3 gündən sonra görəcəksiniz ki, özlərinə gəlir. Yəni imkan varsa bir 4-5 gündə verə bilərsiniz. İmkan varsa. İmkan yoxsa 3 günə yaxşı özlərinə gəlirlər. Ancaq belə deyim də, o cuma deyilsə, yəni yenə deyirəm, cumanın fəsadları belə olur ki, baş şişir, burnundan qan gəlir, nəcizi yaşıl olur, sarı olur, həmçinin qıxıltı olur, xırıltı olur, belə deyək, istilik olur canında, ondan sonra yəni yerimir, oturur, çoxlu su içir. Bax, bunlar cumanın bir növüdür. Daha doğrusu cumanın özüdür. Bunun müalicəsi yoxdur. Ancaq bəzisi var bu cumaya oxşayan, yəni nəticəsi yaşıl olur, sarı olur, ağ olur, ondan sonra sulu gedir, qıxıltı olur, xırıltı olur, pipi qaralır, baş şişmir. Bax, bunda baş şişmir. Sadəcə pipi qaralır belə. Ondan sonra biraz bunlarda da istilik olur. Yəni bunları belə deyərdim, şeylə o dediyim dərmanlardan oksitetraskilin, bravasitol, yəni ultraseptol daha doğrusu və trimirazin 3 dərmanı 3 gün verirsiniz. Yenə təkrar edirəm, oksitetraskilin, ultraseptol, əsas ultraseptoldur və trimirazin. Bunları 3 gün verəndən sonra özünüz nəticəni görəcəksiniz ki, o birisilərə xəstəlik keçməyibdir, yəni sağalıbdır. Ancaq əgər cuma deyilsə, yəni toyuğunuzda əgər baş şişmə yoxdursa, ola bilər ki, indi o cuma deyil. İndi belə deyim də, indi ola bilsin ki, bəzilərində heç baş şişmir, amma cumadır. Yəni, məsələn, 30 dənə, 40 dənə, 50 dənə toyuğunuz varsa, bununla başlayır pipi qaralmağa, şeyləməyə, xəstələnməyə, ayağa tutulmağa, ondan da qıxıltı, xırıltı, nəcizi yaşıl gedir. Cumadır da, belə deyək. Ancaq baş, məsəl üçün, bir 20-sindən sonra birində, ikisində şişir, siz də düşünə bilərsiniz ki, bu cuma deyil, digərdir. Ancaq cuma da ola bilər. Yəni, onun müalicəsi yoxdur. Yəni, mən yalından deyim ki, gedin filan dərmanları alın, verin, sağalacaqdır, yox. Ancaq ki, bu birisilərdə, yəni, belə deyək də, cumanın bir növüdür, o da ona bənzəyir, pipik qaralma, nəcizin yaşıl getmək, xırıldı, qırxsat və s. Onun isə müalicəsi var. Yəni 100 toyuqdan bir 30-una, 40-ını sağalda bilərsiniz. Yəni əgər üstünə düşsəz, ilk günündən, yəni iynəsi zat vurulubdursa, ilk günündən görürsünüz ki, ikisi üçü belədir, alıb həmən dərmanları, yenə təkrar edirəm, ultraseptol əsas, oksitetraskilin və trimirazin. Bunları üçünü də uduzdurursunuz toyuqlara 3 gün. 3 gündən sonra özünüz nəticəsini görəcəksiniz ki, özlərinə gəlibdir. Təbii ki, çox da verə bilərsiniz, 4 gün, 5 gün onun ziyanı yoxdur. Yəni, əksinə xeyri var. Yəni, bax, belə müalicə eləmək olar, əgər cuma deyilsə. Yəni, istədim bu haqda danışam, video çəkəm. Çünki bir çox abunəçəm bu haqda yazır ki, toyuqlarımıza belə xəstəlik düşür. Ona görə, yəni, belə xəstəlik düşdüsə, əgər cuma deyilsə, bundan müalicə edin. Ultraseptol, trimirazin və oksitetraskilin. Bax, belə əzizlərcə, bugün də istədim bu haqda danışam, məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanallarımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanlarına abunə olun və like qoyun. Sağ olun əzizləyicilər, salamat qalın.